Bu günləri biz yeni Koderadan 2.6 möhkəmləndirici tapşırıqlar 2-yə baxırıq. Birinci sualdan vaxt itirmədən başlayaq. Birinci sualda deyir ki, 25 vurulsun 8 üstü 7 onluq ədədi ikili say sistemində ifadə edilərsə, neçə ədəd sıfır rəqəmi olar? Neçə ədəd sıfır rəqəmi olar? Gəlin baxaq. Baxırıq. Birinci 8 üstü burada 25 vurulsun. Demək 8 üstü 7 ədədidir. 8 üstü 7. Əvvəl mən 25-i saxlayıram. 25-i saxlayıram. 8 üstü 7 nəyə bərabərdir? 2 üstü 3-ün üstü 7-dir bu. 2 üstü 3-ün üstü 7. Bu da 2 üstü 21-dir. 2 üstü 21. Qarşıdakı 25-i ikili say sisteminə çevirsək 1, 2, 4, 8, 16-dır. Bunu ifadə eləsək 25, cəmi 25 olan 16'da 8, 16, 8, 24, bir də üstünə gəlir, olur 25. Demək 25'i yazırıq 1, 1, 0, 0, 1 və yanında 21 dənə 0, 21 dənə 0. Cəmi neçə dənə 0 eləmiş oldu? Bu 21 0 buradan, 2 dənəsi də buradan. Üstünə gələndə eləyir 23 dənə, 23 dənə 0 eləmiş olur. Demək, birinci sualda cavabımız oldu nə? D variantı. İndi ikinci suala baxırıq. Deyir ki, 125 üstə gələk 25'in kubu üstə gələk 5 üstə 9 ifadəsi əsası 5 olan say sistemində ifadə olunmuşdursa, bu ədəddə neçə sıfır rəqəmi var? Demək, birinci biz bunu 5 əsasına gətiririk. 5 əsasına gətirmiş oluruq. Demək, verilmiş ədədi 5 əsasına gətirək. Demək, baxırıq bura. 125, 125'i yazıram 5'in kubu kimi. Üstə gələk. 25'in kubun yazıram. Demək, burada var yazılıb 125. Üstə gələk. 25'in kubu. Üstə gələk. 5 üstü 9. Bərabərdir. 125'i yazıram 5'in kubu. Üstə gələk. 25'i yazıram 5'in kvadratının üstü 3. Üstə gələk. 5 üstü 9. Bərabərdir. Demək 5'in kubu qalır. Üstə gələk 5 üstü 2 dəfə 3'ün 6. Üstə gələk 5 üstü 9. 5 üstü 9 deyir, bu ədəd neçə? 0 rəqəmi var. Burada ən böyük qüvvət neçədir? Ən böyük qüvvət 9'dur. Yəni 1 yanında 9 dənə 0. 9 dənə 0. 1 yanında 9 dənə 0. Bu 10 rəqəmli ədəddir. 10 rəqəmli ədəddən 3 dənə biri var bunun. 3'ün çıxanda qalır 7 rəqəmli. Nə? 0. 7 dənə 0. Yəni bax bu belədir də 1 yanında 9 dənə 0. 3, 6 və bu da 9. 9. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Sonra 1 yanında 6 dənə 0. 3, 4, 5, 6. 1 yanında 6 dənə 0. Bu da 1 yanında 3 dənə 0 deməkdir. 1 yanında 3 dənə 0. Bax toplayanda 3 dənə 0. 1, 2 dənə 0. 1, 2 dənə 0. Bu da 1. Ümumilikdə neçə dənə 0 elədi? 2, 4. Bu da 3, 7 dənə. 7 dənə. Amma ümumilikdə baxanda ən böyük rəqəmi götürürük. 1 yanında 9 dənə 0, bu 10 rəqəmli ədəddir. 10 rəqəmli ədəddir. 10 rəqəmli ədəddən onun 3 dənə nəyi var? Biri var. 10 rəqəmli ədəddən 3 dənə biri çıxanda qalır neçə? 7, 7 dənə 0 qalmış olur. Ən gözəli bu cür hesablamaqda bu cür sadə olur. Sonra baxırıq 8'li say sistemində ədəd verib onu 16'lıqda ifadə eləmək lazımdır. Əvvəl həmən ədədi 8'likdə toplayaq, sonra 16'lıq say sisteminə çevirərik. Bu ikisini də kəsək burada. 3'ü də 4'ü də.
Aha, birinci suala nəzər yetirik. Üçüncü suala. Üçüncü sualda deyir ki, 123 səkizlikdədir. Üstünə gəlirəm, 3, 6, 5-i, 3, 6, 5. Bu da səkizlikdədir. Toplayanda 2 dənə ədədi səkizlikdə toplayıram. 123, 365. 5-in üstünə 3 gələndə 8 eləyir. Səkizlik say sistemində 8 yoxdur. 8-dən 8-in çıxıram, 0, 1 yadda. 6-nın üstünə 2 gələndə 8, bir də yadda 9. 9 səkizlik say sistemində olmadığı üçün 9-dan bir dənə 8 çıxıram. 9-dan 8 çıxanda 1, 1 yadda. 3-ün üstünə 1 gələndə 4, bir də yadda 5. 5, 1, 0. Gedib həmən dəqiqə bəndim qeyd eləmək olmaz. Bu səkizlikdədir. Mənə deyir ki, bunu 16-lıq say sistemində ifadə eləyəndə. Biz bilirik ki, 0 əvvəl səkizlik say sistemindən 16-lıq say sisteminə keçməkdən ötürü əvvəl nə etmək lazımdır? Əvvəl bunu ikilik say sisteminə çevirmək lazımdır. 8-lik say sistemində verilmiş ədədi 16-lıq say sisteminə çevirməkdən ötürü onda 8-likdə verilmiş hər bir rəqəmi demək ikilikdə göstərmək lazımdır. 8-likdə 0 elə 3 dənə 0 olur. Biz bilirik ki, 8-lik say sistemində bir simvol 3 bit yer tutur. 1 olur necə? Olur 0, 0, 1. 5 də necə olur? 1, 0, 1. İndi bunu nə edirəm? Bunu 16-lığa çevirirəm. 16-lığa çevirmək üçün 4 ayıram. 1, 2, 3, 4. Sonra 1, 2, 3, 4. Bu da 1 qaldı. Qarşısına 3 dənə 0 artırıram ki, 4-ə tamamlaya bilim. Bu 1, 3 dənə 0 mənə nəyi verir? 8-i verir. 8-i verir. 0, 1, 0, 0 bu 4-dür. 3 dənə 0, 1 də bu nədir? 1-dir. 1, 4, 8, 16-lıqda. 1, 4, 8, 16-lıqda olur B variantı. Sonra dördüncü suala nəzər yetiririk. Dördüncü sualda nə deyir? Dördüncü sualda 2, 7, 8-lik say sistemindədir. Kiçikdir x, o da kiçikdir. Demək 1, 2, 5, 8-lik say sistemində. Deyir, x-in ala biləcəyi 5-ə tam bölünən ədədlərin sayını müəyyən edirik. Baxırıq, əvvəl bunları demək 2, 7, 8-likdə kiçikdir x, o da kiçikdir. 1, 2, 5, 8-likdən. Əvvəl bunları onluq say sisteminə keçirdək. 2, 7, 8-likdədir. Onluğa keçirdəndə olur 2 bıraq 8 üstü 1, 16. Üstə gələ 7 bıraq 8 üstü 0-da 7-dir. 16-nın üstünə 7 gələndə eləyir 23. Oldu onluqda. İndi 1, 2, 5, 8-likdədir. Bunu keçirdirik nəyə? Onluq say sisteminə. 1 vurulsun 8-in kvadratı. Üstə gələk 2 bıraq 8-in üstü 1. Üstə gələk 5 bıraq 8-in üstü 0. O da bərabərdir. 8-in kvadratı 64 elədi. 2 dəfə 8-ində 16 eləyir. Bu da 5 bıraq 8 üstü 0-da elə mənə 5 verir. 6, 4, 10, 5, 15, 1 yadda. 6, 1, 7, bir də yadda 8. Bu da mənə verdi 85. Bu da onluqdadır. İndi mənə nə deyir? Artıq mən onluğa çevirdim və işim yüngülləşdi. Mənim demək çevirməm hansı formada oldu? Bax, bu hansı formada oldu? Oldu demək 23 onluqdadır. Kiçikdir qız, o da kiçikdir nə? 85 onluqda. Baxıram ki, 23 ilə 85 arasında 5-ə bölünən ədədlər hansılardır? 25-dir, 30-dur, sonra 35-dir, 40-dır, 45-dir, 50-dir, 55-dir, 60-dır, 65-dir, 70-dir, 75'dir, 80'dir. Amma 85'in özü daxil olmur. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12'den oldu. Oldu E variantı. Yenə baxın 25, 30, 35, 40, 45, 50, 55, 60, 65, 70, 75. Bu da 80. 85'in özü daxildir. 23'ün özü daxil olmur. Elə 23'dən o tərəfə 25'in özü amma daxil olmuş olur. 2, 4, 6, 8, 10, 12'den oldu E variantı. 3'te cevabımız B, 4'te de E variantı olmuş oldu. İndi keçirik 5-ci suala. 5-ci sualda deyir ki, onluq ədədi verib 16-lıq say sistemində ifadə edilərsə, həmin ədəddə neçə ədəd sıfır rəqəmi olar. Baxaq görək, əvvəl 5 ilə 6-nı kəsək, ikisini bir yerdə həll eləyək.
Verilmiş hədəf nədir? Deyir ki, deyir ki, 32 birinci 5 nömrəli tapşırığa baxıram. Demək 32'nin üstü 5, üstə gələk 8 üstü 7, üstə gələk 4 üstü 10'dur. Onluq ədəddə 16'lıq say sistemində ifadə edilərsə, 16'lıq say sistemində ifadə edək. 32'nin üstü 5 bərabərdir. 2 üstü 5'in üstü 5. Bu mənə verir 2 üstü 25. 2 üstü 25'i də mən 16'lıq say sistemində ifadə edəndə 2 üstü 4 əsasına gətirirəm. 2 üstü 4'ün üstü neçə eləyir bu? Demək 6 eləyir. 6 dəfə 4'ün 24, 25'e tamamlamaqdan ötürü 2 üstü 1 yazıram. Olur 2 vurulsun 16'nın üstü, demək 2 üstü 4, 16'nın üstü 6. Sonra indi gəlirəm 8 üstü 7'yə baxıram. 8 üstü 7 bərabərdir. 2 üstü 3'ün üstü 7. Bu da bərabərdir 2 üstü 21. O da bərabərdir 2 üstü 4'ün üstü 5. 20 eləyir. Bir də vurulsun 2 üstü 1. 21'e tamamlansın. 2 vurulsun 16'nın üstü 5. İndi 4 üstü 10'a baxıram. 4 üstü 10 bərabərdir. 2 üstü 2'nin üstü 10. O da bərabərdir 2 üstü 20. 2 üstü 20'ni də yazıram. 2 üstü 4'ün üstü 5. O da bərabərdir. 1 vurulsun 16'nın üstü 5. İndi deyir ki, neçə ədəd sıfır rəqəmi olar? 16'lıq say sistemində. Baxın, indi yazırıq. Demək, bu nə deməkdir? Bu 2 vurulsun 16'nın üstü 6. 2 yanında 2 yanında neçə dənə sıfır var bunun? 6 dənə sıfır. 1, 2, 3, 4, 5, 6. Sonra 2 vuraq 16'nın üstü 5. Bunun əmsalı 2'dir. 2 yanında neçə dənə sıfır? 5 dənə sıfır. 1, 2, 3, 4, 5. Bir de 1 vuraq 16'nın üstü 5. Bu 1 yanında 5 dənə sıfır deməkdir. 1, 2, 3, 4, 5. İndi bunları toparlayanda nə verir bizə? Bu 5 dənə sıfır olduğu kimi qalır. 2, 3, 4, 5. 2'nin üstünə 1 gələndə 3. Bu 2 də yenir aşağı. Olur necə? 5 dənə sıfır. 5 dənə sıfır olur B variantı. Demək, bizim 5-ci sualımızın cavabı bu oldu. İndi gəlirik 6-cı sualımıza. Görək 6-cı sualda nə deyir? 6-cı sualda deyir ki, 100 rəqəmli ədədi 8'li say sistemində ifadə olunarsa, 100 rəqəmli ədəddir. 8'li say sistemində ifadə olunarsa, alınan ədəd ən çox neçə rəqəmli olar? Burada əslində şərtlər biraz çatışmamazlıq var. Necə yəni? Burada 100 rəqəmli hansı ədəd olduğunu demir, amma cavabla baxanda 100 rəqəmli 16'lıq ədəd olar. 100 rəqəmli 16'lıq ədədi 8'li say sistemində ifadə olunarsa, alınan ədəd ən çox neçə rəqəmli olar? 100 rəqəmli 16'lıq ədəd. 100 rəqəmli 16'lıq ədəd deyirsə, bunu əvvəl mən 100 rəqəmli ədəddir. Məsələn, 1'dir, 2'dir, 3'dür, 5'dir, A-dır, məsələn, nöqtələr E-dir, F-dir və s. Bu ümumi 16 rəqəm, demək 100 rəqəmlidir. 100 dənə rəqəm var burada. Mən bunu demək 8'liyə çevirməkdən ötürü əvvəl bunu ikilikdə göstərməliyəm. İkilikdə göstərməliyəm. Mən də bilirəm ki, demək 16'lıq say sistemindəki hər bir simvol, demək ikiliyə çevirəndə bir simvol neçə bit yer tutur? 4 bit yer tutur. Bir simvol 4 bit yer tutursa, onda 100 rəqəmli ədəddə bir rəqəm 4 bit tutursa, 100 rəqəm olur, 100 vuraq 4, o da bərabərdir 400 rəqəmli olur. 400 dənə 0 və 1 var burada. Onu da 8'ə çevirəndə 400'ü mən bölməliyəm nəyə? 3'ə. Çünki 8'li say sistemində bir simvol 3 bitdir. Bu gəlir mənə nəyə verir? Demək, 400'ü mən 8'ə, 3'ə böləndə bu mənə verir 133 tam nə qədərsə. 133 tam, demək 133 tam belə nöqtələr 3-3 gedir. Bu da mənə təqribi nə verir? 134 rəqəmli ədəd verir. 134 rəqəmli ədəd olur nə? C variantı. Sonra keçirik 7-ci sualımıza. Deyir ki, 8'li say sistemində verilmiş 3 rəqəmli ABC. Gəlin bunu baxaq.
Hə, 8'li say sistemində verilmiş. Əvvəl ədəd qoyaq baxaq, sonra da normal qaydada. Tutaq ki, 8'li say sistemində verir. Elə ədəd qoymayaq, birinci elə öz yolu ilə gedək. 8'li say sistemində verilmiş 3 rəqəmli ədəddir. A, B, C-dir. 8'likdə verilir. Gəlin bunu çevirəndə nə olur? 0, 1, 2 olur. Demək A vurulsun 8'in kvadratı üstə gələk B vuraq 8'in üstü 1, üstə gələk C vuraq 8'in üstü 0. Bu da bərabərdir 64A, üstə gələk 8B, üstə gələk C'nin 8 üstü 0, 1'dir. C'ni də 1'ə vuranda C'dir. Bu mənim nəyim? Birinci halım. Sonra deyir ki, burada demək 3 rəqəmli ədəd B rəqəmi 3 vahid azalıb, C rəqəmi 4 vahid artarsa, yəni A olduğu kimi qalıb, A-ya heç nə olmuyor. A olduğu kimi qalıb. Və B rəqəmi 3 vahid azalıb. B-dən 3'ün çıxıraq. B-dən 3'ün çıxıraq. Və sonra C rəqəmi 4 vahid artarsa, C rəqəmi də 4 vahid artıbsa, görək indi ədəd onluq say sistemindən qiyməti necə dəyişir? Mən bunu bu cür aldım, onluqda bu cür almışam. İndi görək bunu nə alıram? Ben bura yazıram 0, bura yazıram 1, bura yazıram 2. Amma bu 8'likdədir də. Yazıram belə. Demək, A vurulsun, demək 8'in kvadratı. Üstə gələk, B çıxaq 3 vurulsun 8 üstü 1. Üstə gələk, C üstə gələk 4 vurulsun 8 üstü 0. Bu da bərabərdir. Bu 64 A'nın kvadratı. Üstə gələk 8 üstü 1 8'dir. 8'i B'yə vuranda 8B çıxaq. 8'i 3'ə vuranda 24. Üstə gələk 8 üstü 0 1'dir. 1'i də C üstə gələk 4'ə vuranda elə C üstə gələk 4 eləyir. Bərabərdir. Biraz bunu sadələşdirək. 64 A'nın kvadratı qalır. B'dən yoxdur. Elə üstə gələk 8B olur. Bir də 24 üstə gələk C-ni də yazıram bir dənədir. Mənfi 24'ün də üstünə mənfi 24'ün də üstünə 4 gələndə bu da mənfi 20 eləyir. Baxın, əvvəl buydu. Əvvəl buydu. Sonra indi bundan əvvəlkindən nə qədər dəyişdi? 20 vahid azaldı. 20 vahid azalmış oldu. Yəqin ümid eləyirəm ki, aydın oldu. İndi tutaq ki, başqa bir yolla sınayaq bunu. Tutaq ki, bu yol mənim ağlıma gəlmir, başqa bir yolla eləyirəm. 3 rəqəmli ədəd verib, 8'li say sistemində verib. Məsələn, 8'li say sistemində A-nı götürürəm 1. Sonra deyir ki, 3 rəqəmli ədəddir. Ədədində B rəqəmini 3 vahid azaltıb. Tutaq ki, B-ni mən birinci götürürəm 7. C rəqəmində 4 vahid artırırım. Məsələn, bunu götürürəm 2. Birinci ədədimi götürürəm 1, 7, 2, 8'likdədir. İkinci ədədimi demək dəyişikliyi ikinci ədəddən, birinci ədəd budur. İkinci ədədim nə olsun? Deyir ki, B rəqəmini 3 vahid azaldı. Birinci olduğu kimi qalıb, B-ni 3 vahid azaldıram. Bu A-dır, bu B-sidir, bu da C-sidir. B-ni 3 vahid azaldanda 7'dən 3'ün çıxanda qalır 4'ü. C rəqəmində 4 vahid artırsa, 2 idi, üstünə 4 gələndə oldu 6. Bu da 8'likdən. Mənim rəqəmlərim hansılardır? Mənim rəqəmlərim, demək birinci 1, 7, 2'dir, 8'likdə. İkinci rəqəmim də 1, 4, 6'dır, o da 8'likdədir. Hər ikisini onluğa çevirək, görək nə qədər aralarındakı fərq nə qədərdir. İndi baxıram 1, 7, 2, 8'likdədir. 0, 1, 2 yazıram. Yazıram 1 vuraq 8'in kvadratı, üstə gələk 7 vuraq. Demək 8'in üstü 1, üstə gələk 2 vuraq 8'in üstü 0 bərabərdir. Demək 1 vuraq 8'in kvadratı, üstə gələk 7 vuraq 8'in üstü 1, üstə gələk 2 vuraq 8'in üstü 0. Aha. 64 üstə gələk 56, üstə gələk 2 bərabərdir. Demək, biz burada nə edirik? 64 üstə gələk 56, bir də üstə gələk 2. Bu mənə nəyi verdi? Bu mənə verdi 122'ni onluqda. İndi 101, 4, 6'nın 8'likdədir.
Bunu da çevirirəm nəyə? Bunu da çevirirəm onluğa. 1 vuraq 8'in kvadratı üstə gələk 4 vuraq 8'in üstü 1 üstə gələk 6 vuraq 8'in üstü 0. Bərabərdir 64 üstə gələk 32 üstə gələk 6. Bu da bərabərdir. 64 demək 32 60'dır 32 bir də 6. Bu da mənə verdi 102. 102. Aralarındakı fərqə baxın. Bax, birinci ədəd 122'dir. Birinci ədəd 122'dir. Sonra necə olur? 102 olur. Baxın, aralarındakı fərq oldu nə? Deyir ki, ədədin onluq sayı sistemindəki qiyməti necə dəyişir? Birinci 122 idi, 22 idi. Sonra 20 vahid azaldı. Neynədir? 102 qaldı. 102 qaldı. Demək, neçə vahid azalmış oldu? 20 vahid azalmış oldu. Və ya qanunu yolunu da dedim. Ədəd qoyub tapmaqla da dedim. 7-ci sualda oldu cavabımız nə? C variantı. İndi keçirik 8-ci suala. 8-ci sualda deyir bərabərliyinə əsasən x-i müəyyən eləməliyik. Biz 1 x bir də 5 verib 16'lıq sayı sistemindədir. Bərabərdir 4, 2, 1 onluq sayı sistemində. Biz bu tərəfi də onluq sayı sisteminə gətirməliyik. 0, 1, 2. Nədir söhbət? 1 vuraq 16'nın kvadratı üstə gələk x vuraq 16'nın üstü 1 üstə gələk 5 vuraq 16'nın üstü 0 bərabərdir 421'ə. Yəni bu da onluqdadır. 16'nın kvadratı 256 eləyir. Üstə gələk. X 16 üstü 1'ə vuranda 16x elədi. Üstə gələk. 16 üstü 0 1'dir. 5'i də 1'ə vuranda elədi 5. Bərabərdir 421'ə. 256'nın üstünə 5 gəlirəm. 16x üstə gələk. 256'nın üstünə 5 gələndə eləyir 261. Bərabərdir 421. 16x də bərabərdir 421'dən çıxıram. 261'i baxın, demək 256 ilə mən topladım 5'i, bu mənə verdi 261. 421'dən də 261'in çıxanda bu mənə verdi 160. 16x'in bərabərdir 160'a, x də bərabərdir nəyə? 10'a. Demək, x'i tapdım 10. Amma x'i 10 tapsam da mənim 16'lıq sayı sistemimdə 10'um nə ilə əvəz olunur? A ilə əvəz olunur. Ona görə 8-ci sualda cavabım oldu nə? E variantı. Sonra gəlirik demək 9-cu suala. 9-cu sualda nə deyir? 9-cu suala nəzər yetirək. Demək, biz nəzər yetirsək, görsək ki, demək, verilmiş ədədlər hansı sayı sisteminin simvollarıdır. Demək, bu altılıq sayı sisteminin nə idi? Simvollarıdır. 0, 1, 2, 3, 4 və 5. Altılıq sayı sisteminin simvollarıdır. Altılıq sayı sisteminin simvollarıdırsa, biz onda 432 ədədinin sıra nömrəsini tapmalıyıq. Biz onun üçün 432-ni altılıq sayı sisteminə çevirəndə 6'ya bölə-bölə geçsək, demək 432'nin içində 6 düşür neçə dəfə? 72. Yox, burada 432'nin sıra nömrəsini yox. Biz burada 432 yox, 433'ü yazırıq. Çünki burada nəyə görə? Çünki birin sıra nömrəsi sıra nömrəsi 0'dır. Mən onda 432'ni 433 olaraq
6'ya bölürəm. Demək 433'ü mən demək 433'ü 6'ya böləndə düşür 72 72 dəfə 72 dəfə 72'ni demək 6'ya vuranda eləyir 432. 432'dən də 433'ün çıxanda qalır 1. 72'nin içində 6. Əslində bunun 432 demək 432 altılıq say sistemindədir. Biz bunu 432 altılıqdadır. 0, 1, 2 yazsaq 4 vuraq 6'nın kvadratı üstə gələ 3 vuraq 6'nın üstü 1 üstə gələ 2 vuraq 6'nın üstü 0 şəklində yazsaq gəlin belə bir sadə yolla gedək. 6'nın kvadratı 36 4 vuraq 36 üstə gələ 3 dəfə 6'nın 18 üstə gələ 2 bərabərdir. 4 dəfə 36 nə verir bizə? Demək 4 vuraq 36 4 vuraq 36 mənə nə verdi? 144. 144'ün də üstünə 20 gələr. Bu mənə verir 164. 164. Amma 164 verir. Cavab 164'ü götürmür. 164'ün də üstünə 1 gəlir. 165 götürür. Niyə? Niyə 165 götürür? Çünki baxıram ki, 0'ın nömrəsi, 1'in nömrəsi 0'dır. 0'dır. Onda mənim 400, demək 32-ci ədədimin sıra nömrəsi də 165 olmuş olacaq. Ona görə cavab B variantıdır. 9-cu sualda cavab nədir? B variantıdır. Sonra keçək növbəti suala. Sonra keçirik növbəti suala. Növbəti sualda nədir? 10-cu sualda. 10-cu sualda deyir ki, ikili say sisteminə ifadə edilərsə 79 rəqəmli ədəd alınır. Buna əsasən x-i müəyyən edilir. O tərəfə keçməyək, elə burada yazaq. Baxın, ədəd veribdir. 10-cu sualdan söhbət gedir. 10-cu sualda nə deyir? 16 üstü 2x üstə gələk 1'dir. Üstə gələk 1, üstə gələk 64'ün üstü 2x üstə gələk 1'dir. Üstə gələk 72. 72. Demək bunu baxırım. 72'ni də belə yazaram da. 72'ni yazaram. 72 özü nəyə bərabərdir? 72 özü bərabərdir. Demək 64'ün üstünə 8 gəlirəm də. 72'nin özünü yazaram. 2 üstü 6 üstə gələk 2 üstü 3 kimi. Aha, belə. İndi buna baxaq. Buna baxırıq. 16'nı yazaram. 2 üstü 4'ün üstü 2x üstə gələk 1. Bir də üstə gələk. 64'ü də yazaram 2 üstü 6 əsasdan. 2x üstə gələk 1. Bir də üstə gələk. 72'ni də yazaram 2 üstü 6, 2 üstü 3. 2 üstü 6, bu da 2 üstü 3. Belə, bərabərdir. İndi burada deyir ki, 79 rəqəmli ədəd alınır. Buna əsasən x-i müəyyən edir. Tutaq ki, mən 2 üstü 6, 2 üstü 6 nəyə bərabərdir? 2 üstü 6 neçə rəqəmli ədəddir? 2 üstü 6 7 rəqəmli ədəddir. 1 yanında 6 dənə 0 deməkdir. Əgər bu 79 rəqəmli ədəddirsə, bunun qüvvəti neçədir?